Karşıma çıxardığınız haqqınızda şikayət var, təslim olun. Ne baş verir burada? Ne baş verir? Tuncay narahat olma. Dayın seni kurtaracak. Vəkilini sən eləyəcək. Abbas. Narahat olma kardeşim, kurtaracağım seni. Hamımızın üstüne güllər yağdıracağım hala. Zor yaşamayasınız siz. Dikkatli olun Enver. O güllələr sizin üstünüze yağa bilər. Siz niye tartışırdınız? Düzün deyin mənə. Dövləti allatmayın. Biz neylədik ki müdürüm? Biz heç kimi vurmadıq. Tuncay ilk dəfə doğru bir söz deyir, hörmətli müdürüm. Biz heç nələməmişik. Sizi görən olub şikayət eləyib. Kim? Uzaqdan görən naməlum bir şəxs sizi maraqlandırmaz. Niyə maraqlandırmır ki? Az danış. Gəlin bunları altın nəzarətə. Abdullah. Kardeşim. Artık oyan ne olar? Oğlunu tuttular. O kadar hadise baş verdi. Sen nerede yatırsan? Artık uyanmak vaktidir da kardeşim. Bizi koyup gitme. Bizi koyup gitme. Sen olmasan bizi niye yer yakı? Haklısın Faik. Haklısın dostum. Artık uyanmağın vaktidir. Şükür. Şükür gözlerin açsın Abdullah'ım. Şükür. Şükür. Vəkil, sən Abbası qurtarmalısan. Qardaşım təhlükəli vəziyyətdədir. Polislər tutdu onu. Bir həbs cəzası verə bilərlər. Qardaşımı qurtar. Çox pul verərəm sənə. Amma qardaşımı qurtar. Sözüm söz. Çox pul verəcəm sənə. Qardaşımı qurtar sən. Qurtar qardaşımı. Oldu, oldu. Abbas, sən olmasan mən neyniyərəm Abbas? Mən neyniyərəm axı? Mən tək başıma neyniyəcəm? Deməli Rusların malları Azərbaycana gəlib, hə? Mənə qulaq asın. Rusların malları Azərbaycana gəlir. Onları alın, bizim depoya aparın. Tez, tez olun, tez.
Dediyim kimi vəkil, xahiş edirəm səndən Tuncayı qurtar. Uzun zaman sonra sənə işimiz düşdü. Nə lazımsa verərik. Eyvallah, eyvallah. Demək Abbas ağa məni öldürməyə gəlmişdi. Biraz da geciksəydik, bəlkə indi yaşamırdın Abdullahım. Dediyim kimi, bunlar Ruslanın mallarını alacaqlar. Əncəl olmaq lazımdır. Vaxt dediyimdə oldu. Abbas ağanın adamları malları almağa gedirlər. Mən gedib onlara əncəl alacağım. Malları alacağım. Sən burada yat dincəl Abdullahım. Gətirin mallar, gətirin. Az qaldı, çatırıq. Tuncay, çıxdın mı? Çıxdım. Siz neynədiniz? Mən işi həll elədim. Rusların mallarını aldım. Eyvallah. Evə gəldikdə danışarıq. Rusların malları məndədir, Abbas ağa. Diqqətli ol, Ruslar səni öldürməsin. Ruslara sənin adını versəm, buranı cəhənnəmə çevirərlər, Tuncay. Peşman olacağın şeylər eləmə. Topunuz gəlsin ala. Biz sadəcə Allahdan qorxarıq. Bu da mənim son sözüm. Ata, şu gözlerini astın. Bir de bizi koyup gitme. Gözünü yumma. Məni səni qoyub gedərəm, oğlum. Tuncay, Ruslar Azərbaycana gəlib, təzə satıblar. Neyniyək? O zaman gedək onları qarşılayaq.
mallarını sen aldın ha? Abbas ağadan soruş. Mallar ondaydı. O da düzgün koruya bilseydi Abbas ağayla da danışacağım. Amma əsas sənsən. Mallarımı sən aldın. O malları öz əllərinlə mənə verəsən. Başa düşürsənə? Mən Yegoram, Yegor. Sizi sizin ölkənizdə öldürərəm. Ağıllı ol. Mən heç kimə mal verməyəcəm. Siz bizim yurdumuza gəlmisiniz. Azərbaycanımıza gəlmisiniz. Xoş gəlmisiniz.